Bir Astanakva buradan ora, oradan da bura. 57 nömrəli avtobus saxlamadan yoluna davam edir. İmkanları var, bir dayanacaq qoysunlar bura. İllər ki burada var idi. Nəyə görə olmasın? Sürücülər orada saxlayırdı. Ta ki həmin hadisə olana qədər. Xətai rayonu 10-cu dairəvi küçə deyilən bir yerdə burada 57 nömrəli avtobus saxlamadan yoluna davam edir və sakinlər də yağışda, istidə, küləkdə məcbur olub piyada yol gedirlər. Bir Astanakva buradan ora, oradan da bura. Pulunu da ver. Sonra o sumkalarda daşı özünlə. İşe gedən var, işdən gecikən var. Bu düzgün şeydimi? Bu cəmaatı nə vaxta qədər belə bax bu vəziyyətə salacaqlar, belə çətinliyə salacaqlar. Birdən 57 idi, gəlir saxlayırdı deyirdi, buna da şükür. Marketlə 57-nin axırı 2 kilometrə yaxındır. Olmaz, xəstə var, uşaq var. Orada gedib indi orada düşəcək, xəstə qadın orada 3 dənə sumka daşıyır. Məcburam qabağına çıxam. İllər ki burada var idi. Nəyə görə olmasın? Nəyə görə bu Astanovkanı götürüb cəmaata əziyyət verirlər? Lift təmir istismar birliyində bazadır. Bizim də işçilərimiz var, qadınlardır. Uzaq yoldur. 800 metr arası fərq olmalıdır. Burada 1500 metrə yaxındır. Ona görə də xahiş edirik ki, burada 57 nömrəli avtobus dayansın. Köhnə qayda heç nələrini istəmirik. İmkanları var, bir dayanacaq qoysunlar bura. Saxlasın köhnə qaydada düşsünlər, getsinlər evinə, minən minsin, düşən düşsün. Budur, məsələ budur. Sürücülər deyir ki, həmin ərazi dayanacaq deyil. Sadəcə olaraq rəhbərlik, yəni göstəriş vermişdi ki, orada yəni sakinlər üçün saxlasınlar. Aşağı hissədə qəza olandan sonra tapşırıq gəlir ki, ərazidə, söz gedən ərazidə avtobusu bir də saxlamasınlar. 5 addımdan bir döngələr idi. Orada saxlayırdıq. Sonradan hadisə baş verdi deyə Dövlət Yol Polisi İdarəsi də gəldi, sürücünü təqsirkar bildi ki, dayanacaqdan kənar saxladığına görə. Cərimə yazdı. Ondan sonra idarə də bizə tapşırıq verildi ki, saxlamayın orada. Bura zaten dayanacaq deyil. Zaten sadəcə biz saxlayırdıq ki, sərnişinlər indi uzaqdılar, gəlib gəlməyinə görə biz saxlayırdıq. Fikrimiz odur ki, orada olsa yaxşı olardı. Yəni Gözünüzlə. bəli, bəli. Sözdən söhbətdən İnsanlıq yaxşıdır, orada olmaq yaxşıdır. Orada olmağı yaxşıdır. Yəni ki, olsun cəmaət bazardan zaten gəlir zəmbillə zaten. Qocası var, yayı var, şu var. Olsa yaxşı olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, mütəxəssislər tərəfindən sözgedən ərazidə təhlillər aparılıb. 57 nömrəli müntəzəm marşrut xətti üzrə infrastruktur şərait və sərnişin tələbatı nəzərə alınaraq sözgedən ərazidə dayanacaq qurulması məqsədə müvafiq hesab edilir. Müvafiq razılaşdırmadan sonra ərazidə dayanacaq yol nişanı quraşdırılması nəzərdə tutulub.